Məni çətin vəziyyətdən çıxaran gicitkən bitkisi. Hər zaman məni vəziyyətdən çıxardıb bax bu. Bunun kimi qanı təmizləyən bitki mən tanımıram. Vallahi ki, dünyada. Bir zaman məndə qanımda iltihab çox idi. HCS 100 idi. Bax bununla saldım mən 3-ə 4. Təsəvvür edirsiniz. Nə qədər antibiotik falan vurdum, salmadı, amma bu saldı. Qurusun çayın kimi dəmləyin, için, mükəmməl fayda verir. Bir də bir şey aydınlıq gətirim. Bunun yaşın bu dəqiqə məsələn üçün bunu mən yığıb şirəsini çəkib içsəm, bəli, qanımı laxtalandıracaq. Amma bunun qurusun götürüb çay kimi dəmləyəndə içəndə qan laxtalandırmır, mükəmməl fayda verir insan orqanizminə. Allergiyadan əziyyət çəkən insanlar bax bundan içsin. Saçları tökülən insanlar bunun suyu ilə saçlarını yusun. Ay tükənməz, mən bunu danışmaqla qutara bilmərəm. Allahın izni ilə. O vaxtı mənim dişimdə kəskin elə bil dişimin dibindən damar partlamışdı. Qan dayanmırdı. 2-3 gün qan dayanmadı. Təsəvvür edin ki, nələr elədim qan dayanmadı. Heç nə, bunu bir dənə yaşını yığdım. Şirəsini çəkdim, içdim. Bir balaca qanımı laxtalandırdı. Qan orada kəsildi də. Damar bərpa oldu. Sonra da qurusunu dəmlədim, içdim. Qanım duruldu. Yəni belə nemətdir bu valla. Bunun haqqında mən danışmaqla, bunun haqqında kitablar yazılmalıdır bu bitki haqqında.